Belə 39-a müraciət eləyib. Belə bir problemlə. İndi qüsur kodunu göstərəcəm sizə nə verir. Yəni qüsur kodu inverterin soyutma sistemindən bəhs edir. Deməli, inverter dəyişiblər. Başqa yerdə olub. Başqa ustalarımız inverteri dəyişib, pompanı dəyişib, alındıra bilməyiblər, indi göndəriblər bizim üstümüzə. Biz araşdıraq görək, problem nəydən ibarətdir. Deməli, faranı çıxartdıq, pompaya gedən ştekerdə ayırdıq. Burada görürsünüz, 4 pindən ibarət ştekerdir. Biri plus, biri minus, 2 dənə də siqnallı. Bunlar hamısı prazmonka olundu son blokla. Məlum oldu ki, plusova itir bizdə hadısa. Bu mavi. İndi axtarıb tapaq, qırıq hardadır. Deməli, bütün paravodkanı belə taradıq. Gəlir. Görürsünüz hardadır. İşimizi yekunlaşdırdıq. Görsədik sizə. Görürsünüz bir hibridlə bağlı qüsur kodu yoxdur. Yəni bu qədər. Kimdə belə bir problem olsa müraciət eləyə bilər. Özünüzü aşı ustalardan qoruyun.